Amerika Birləşmiş Ştatlarında COVID-19 təhlükəsi yenidən gündəmə gəlib. Bu dəfə söhbət virusun yeni alt variantından gedir. Kaliforniya başda olmaqla bir neçə ştatda koronavirusun yeni ştampı qeydə alınıb. Həyəcan verici məqam isə odur ki, bu yoluxma Çindəki kütləvi artımla bağlıdır. Yeni variantın Birləşmiş Ştatlara beynəlxalq səyahətlər vasitəsilə yayıldığı ehtimal edilir. İndiyə qədər bu ştamın ağır simptomlara səbəb olduğuna dair konkret sübut yoxdur, amma əlamətlər tanışdır. Hərarət, boğaz ağrısı, halsızlıq, öskürək. Səhiyyə mütəxəssisləri isə xəbərdarlıq edirlər. Yeni yoluxmanın qarşısını almaq üçün müasir və effektli tədbirlər görülməlidir. Onlar həm də əhalini ehtiyatlı olmağa və sağlamlıq tədbirlərinə riayət etməyə çağırırlar. Təhlükəni daha da artıran isə eyni vaxtda vaksin siyasətində baş verən dəyişikliklərdir. Belə ki, uşaqlar və hamilələr üçün gücləndirici dozanın tətbiqi rəsmi tövsiyələrdən çıxarılıb. Bu barədə Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedy açıqlama verib. Qərar sosial media vasitəsilə elan edilib. Bu səhiyyə mütəxəssisləri arasında geniş müzakirələrə səbəb olub. Belə mühüm qərarın ekspertlərlə razılaşmadan verilməsi yanlış addım kimi qiymətləndirilib. Sığorta şirkətləri isə bu dozanın maliyyələşdirilməsini azalda və ya dayandıra bilər. Bununla da çox sayda insan vaksin almaqda çətinlik çəkəcək. Ruqiyyə Nəcəfli, Huma Cəfərova, Mira TV.